Salam əleykum. Mən Əliyev Nurayinə, Ağsu rayonundan, özüm hal-hazırda Nizami rayon Qaraqara qəsəbəsində yaşayıram. İşsizliklə bağlı DOST xidmətinə müraciət etdim Koroğluda. Mənə kurs təklif elədilər. Biz kursa yazıldıq 30 nəfər xanımla. Müsabiqədən keçdik. Koroğluda, Arena Plazada 18-ci mərtəbənin 1804-cü otağında kurs oxumağa başladıq 3 ay. 3 ay kursu oxuyub qutarandan sonra onların rəhbərliyi tərəfindən Ülkər Məmmədova Haid qızı tərəfindən mənə sertifikat verildi. Sertifikatla təltif olundu. Bir müddət sonra mənə iş təklifi gəldi. Rəsmi adı olub, özü olmayan. Rəsmi iş təklifi gəldi. Telefonda bilirsiniz, asan imza var. Asan imza ilə məni işə götürdülər. Heç bir müqavilə göstərtmədən. Biz 2 xanım tərəfindən işə götürüldük. Mənə elə bil ki, birinci ay maaşım hesaba oturuldu, bir saniyələr çəkməmiş geri çəkildi. Yəni biz müddətlə əlaqə saxladıq, dedilər ki, heç bir maaşın adəti yoxdur. Yəni mən bu işdən baş çıxara bilmədiyim üçün getdim DOST xidmətinə yaxınlaşdım. Yəni mənə müqaviləmi çıxartdılar, verdilər ki, bunlar bacı qardaşlar. Qardaş elə bil ki, orada yenə də deyirəm, adı olub, özü olmayan Quba Boğça Dayə şirkətində işləyirəmmiş. Yəni mən xəbərim olmadan, mən necə ora yazılmışam, yəni bu dələduzlar, fırıldaqlar, yəni mən birinci dəfədir şahid oluram ki, iş adı var, özü yox. Yəni biz elə bir şey yoxdur, araşdırdıq, yəni Qubada elə bir iş yoxdur. Yəni bunlar, mən işləyirəm orada Rüfət Ütaritoğlu ilə, bunun qardaşı, Ülkər Məmmədovun rəhbərliyi, burada kursun rəhbəri odur, orada da işin rəhbəri qardaşdır. Yəni yığırlar xanımları, evdə xanımları, vaxtlarını alırlar, boş-boş istifadə edirlər. Anaların, bacıların hüquqları tapdalanır burada, milyonlarla, 11 ildir fəaliyyət gedir, yəni araşdıran yoxdur, bir bu işi açan, yəni üstünü açan yoxdur da, yəni ki, burada qaranlıq məsələlər var da, yəni bunu xahiş edirəm, qurumlara səslənirəm, dövlət qurumlarına, Milli Məclisə, başda Prezident İlham Əliyev sizə xahiş edirəm, bu yolda mənə köməkliyinizi göstərin. Yəni, susmayın, xahiş edirəm sizdən artıq dərəcədə bir ana olaraq. Yəni, bu yolda mənə köməklik edin. Yəni, bu işin üstünü açaq biz. Sağ olun.